Mənə məsələn yalancı da dedilər. Bugün mənə, nə bilim mən Quranı nizəyə bağlayan, Quranı nizəyə vuran adam da dedilər. Deyir, qara giyinib minbərə çıxıb ki, güya İmam Hüseyni təbliğ edir, Quranı nizəyə vuranlar kimi. Mən elə indi çıxmamışam axı bu minbərə. Bu qara giyinib elə neçə illərdir mən bu minbərdəyəm. Gəlir mənə deyir ki, sən İmam Hüseynin məclisini düşməlisən. Bunu mənə deyir bu iddia. Yəni hər şey deməli, hər adama demək olarmış. Yəni sən onun sözünü bilirsən, bunun sözünü bilirsən. Mən oturum Quran gətirib əl basası deyiləm ki, mən öz sözümü deyirəm. Sən belə düşünürsənsə, axıra qədər düşün, bir gün görüşəcək də hamımız. Hamımız görüşəcək orada, həqiqətlərə işıq düşəcək. Hər şey bəlli olacaq.